Hazırlanması çox rahat, çox asan olan, amma o qədər də çox ləzzətli olan bir salatla gəldim. Mən çox sevdim. Badımcanı çox sevirəm. Əgər siz də badımcanı sevirsinizsə, mütləq hazırlayın qızlar. Bayram süfrələrinizin iftar süfrəsinə hazırlaya bilərsiniz. Çox qəşəngdir. Badımcanı yudum, sonra soydum, biraz hamısını soymadım da, görürsüz, alabəzək qaldı. Sonra un və duz qarışdırdım. Əgər badımcanınız acıdırsa, qızlar, siz suda saxlaya bilərsiniz, duzlu suda bir 15-20 dəqiqə, amma məndə acı deyil deyə saxlamadım. Ondan sonra qızartdım, altına salfetka sərdim ki, yağı çəkilsin. Pomidoru doğradım, sousunu hazırladım. Sousa nar şərab, alma sirkəsi, bir diş sarımsaq, duz və istiot əlavə elədim və qarışdırdım ki, bütün bir-birinə hamısı qarışsın. Ondan sonra pomidoru yığdım, üstünə badımcanı yığdım, sousun hər tərəfini gələcək şəkildə əlavə elədim və üstünə də ağ küncüt səpdim. Bəzək üçün həm də çox daha qəşəng oldu, çox da dadlı oldu. Mütləq siz də hazırlayın. Əgər dediyim kimi badımcan sevirsinizsə, hazırlaması da çox asandır. Hazırlayıb yeyənlərə nuş olsun.